Deməli, ekran paylaşımı edəcəyəm. Hamı ekran görürmü? Ekran görünür hamıda. Hələ Hələ keçir. açıl. Yüklənir müəllim, açılma. Hı -hı. Görünür indi. Bəli müəllim, görün. Hə. Yazıb ki, iştirakçılar hal-hazırda görüntünü görürlər. Gəldik belə, səhvlərimizə baxayıq. Baxaq kimdə hansı səhvlər olub. Zəhmət olmasa başlayaq. Müəllim, məndə elə bir ki, səhv deyəndə mən belə çaşdığım suallar olub, açığı. Bir neçə variant arasında qaldığım suallar olub. Elə birinci sualdan başlayaq da müəllim. Başlayaq. Ancaq birinci sual sizin üçün anlaşılmaz qalıb, eləmi? Hı -hı. Bəli müəllim, yazmışam, amma ki, nəsə şübhə yarandı məndə elə yenə də. Aha. Yazıb ki, müəllimin hansı fəaliyyəti sinifdə sosial-emosional öyrənməni təmin etmək üçün səmərəli olmaz. Demək, söhbət nədən gedir? Burada 5 dənə fəaliyyət var. 5-i də öyrənməni təmin etmək üçün istifadə olunur. Lakin onlardan biri, belə deyim də, az effektivdir. İndi onu dəqiqləşdirəcəyik. A bəndi. Şagirdlərin təhsildən yayınmasının onların həyatına təsirini müəyyənləşdirmək məqsədi ilə sosial layihələrə cəlb edilir. Bu səmərəlidir. Şagirdlərin məzmununu dərindən öyrənmələri, müvafiq bilik və bacarıqlara sahib olmaları üçün müxtəlif strategiyalardan istifadə edir. Bax, B bəndi uyğun gəlmir. Niyə uyğun gəlmir? Biz sosial-emosional öyrənmədən gediriksə, burada məzmunun dərindən öyrənməsindən söhbət getmir. Məzmunun dərindən öyrənilməsi zaten öyrənilməlidir, onsuz. Sosial-emosional deyəndə sosialla bağlı, həyatla bağlı fəaliyyətlər başa düşülür axı. O mənada, yəni onun həyatından söhbət getmir. B bəndində ümumiyyətlə həyatdan söhbət getmir. A bəndi sosial mühitdir. C bəndində gələcəklə bağlı, o da sosialdır. D bəndində yenə emosional sözü var. Y bəndində empatiya, komanda işi var. Bunlar hamısı sosial-emosionala təsir göstərir. Ancaq B bəndi isə ancaq bilik və bacarıqlara istiqamət verir. Baxın, repetitorluq B bəndidir. Repetitorluq, yəni emosional sosial öyrənmə demək deyil. Repetitorluq ancaq gücü verir bacarıq öyrətməyə. Məktəb isə sosial-emosionallıqda verir axı. Məktəbin hədəfləri daha çox böyükdür. Təkcə bilik, bacarıq vermək deyil məktəbin hədəfi. Əgər insan yetişdirməkdirsə, sosial-emosionallığa önəm verməlidir. Bir aydın oldu. Bəli müəllim, çox sağ olun. Aha, növbəti səhvimiz. Məndə 6-dır. 4-dür müəllim məndə. 4 var. Gəldik 4-ə. Şagirdlərdən biri suallara tez cavab verə bilmədiyi üçün əhvalı pozulur. Növbəti dəfələrdə o sualların cavabını bilsə də cavablandırmaqdan çəkinir. Müəllim artıq neçənci dəfədir ki, bunu hiss edir. Müəllim bu halın qarşısını almaq üçün hansı addımlar ata bilər? Və yadda saxlayın, sinifdə əgər bizim başımıza belə bir situasiya gəlirsə, burada problem onunla bağlıdır ki, uşaq əslində öz emosiyalarını tanımır, öz hisslərini tanımır. Müəllim onunla fərdi söhbətlər apara bilər ki, öz hisslərini tanısın, qəmginliyini tanısın, sevindiyini tanısın. Bu mənada 4-cü sualda düzgün bənd D bəndidir. Müəllim şagirdləri hissləri tanımağın və onları idarə etməyin praktik nümunəsi ilə bağlı videoçaq göstərə bilər. Mən sizə bir detal deyim. Məktəbə qədər hazırlığı da mən keçirəm. O hazırlıqda da qeyd olunur ki, məktəbə qədər hazırlıqda bir dərslər var. Həmin dərslərdə uşaqlara öz emosiyalarını ifadə etmə öyrədilir. Yəni, kədərlənəndə nə etməliyik, sevinəndə nə etməliyik. Çünki elə insan var, yaşı çoxdur, amma hələ emosiyalarını göstərə bilmir. Kədərlənəndə göstərdiyi emosiya özünə zərər verir.
Sevinəndə göstərdiyi emosiya özünə zərər verir. Bu nədir? Emosiyaların idarə olunmasıdır. Bu situasiyada da uşaq öz hisslərini ifadə edə bilmir və ona görə orada yəni əhvalı pozulur, cavab verə bilmədiyi üçün. Yəni bu nümunə bizim əksər siniflərdə var. Elə şagirdlər var ki, məsələn, tez cavab verə bilməyəndə, digərlər cavab veriləndə həvəsdən düşür, əhvalı pozulur. Çünki həmin adam bilməlidir ki, yəni mən burada tez cavab verə bilməsəm də əhvalım pozulmamalıdır. Bu hissi tanımaq lazımdır. Ona görə 4-də doğru bənd, müəllimin doğru davranışı D bəndində öz əksini tapır. 4 aydındır. Bəli, müəllim, aydındır. Çox sağ olun. Növbəti Müəllim, Mən 6 məndə. 6. 6. 6-cı sual belədir. Müəllim dərs ili boyunca şagirdlərin akademik biliklərini yüksəltmək üçün müxtəlif resurslardan istifadə edib çoxlu tapşırıq işlədir. Dərs prosesində şagirdlər demək olar ki, fərdi şəkildə işləyərək tapşırıqlar həll edirlər. Nəticədə şagirdlərin müzakirə və problem həll etmə bacarıqları inkişaf etməmiş olur. Verilmiş situasiya ilə bağlı doğru fikir, situasiyada doğru fikri bizdən soruşur. Hansı fikir doğru olar? Buna suala bir daha baxaq. Bilikləri yüksəltmək üçün müxtəlif resurslar var. Çoxlu tapşırıq işlədir. Dərs prosesində demək olar ki, fərdi şəkildə işləyərək tapşırıq həll edirlər. Tamam. Bir-biri ilə müzakirə etmədən tapşırıq həll edirlər. Bununla bağlı doğru situasiya, doğru nə ola bilər? A bəndi. Şagirdlərin akademik bilikləri yüksək olduğundan digər həyati bacarıqlar biliklərin təhsil nəticəsində özü formalaşacaq. Xeyr, elə şey yoxdur. B bəndi. Dərs prosesində müəllimin əsas vəzifəsi şagirdlərə keyfiyyətli təhsil verərək onlara bilik ötürməkdir. Və bilik ötürmək ümumiyyətlə doğru fikir deyil, bacarıq yaratmaq. Biz biliyi niyə ötürürük? Bacarıq yaratmaq. Hədəfimiz bacarıqdır, bilik deyil. C bəndi. Müəllim dərsini planlayanda şagirdlərin hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif iş üsullarından istifadəni də nəzərdə tutmalıdır. C bəndi daha uyğun bənddir, amma biz D-yə də baxarıq ki, əmin olmaq üçün. Müəllim şagirdlərin həyati bacarıqları formalaşdırmaq üçün dərsdən sonra xüsusi fəaliyyətlər təşkil etməklə problemi həll etməlidir. Yəni, açıq danışaydı, bu uyğun gəlmir. Yəni, hansı müəllim dərsdən sonra onu etməlidir, bunu etməlidir kimi bir vəzifəsi ola bilər ki, yəni D bəndi ümumiyyətlə məsləhət deyil, çünki bizə 45 dəqiqə dərsdə vaxt olur. Niyə bunu dərsdən sonra daşımalıyıq? Bu çıxış yolu deyil. Y bəndi məktəbdə dərsin bilik yönlü keçməsi düzgün haldır və bu səhvdir. Bilik yönlü dərs artıq bugün gündəm deyil, şəxsiyyət yönlü dərs gündəmdədir, onda əsasın bacarıq təşkil edir. Demək ki, burada qaldı C bəndi. C bəndi digər bəndlərə nisbətən daha doğrudur. İndi müəllim burada fərdi işdən istifadə edir. Yəni, burada iş üsulu yazır və təlim üsulu demir. İş üsulu elə təlim forması deməkdir. İş üsullarında istifadə, yəni təkcə fərdi işdən yox, qruplarla işdən də, kollektiv işdən də, cütlərlə işdən də istifadə etməklə bu problemi həll edə bilər. Doğru bənd C bəndidir. Siz burada hansı bəndi yazmışdınız ki? Müəllim, mən A qeyd eləmişdim. Belə deyim də, abi siz nə deməkdir? Müəllim deyir ki, onsuz da bu həyatda öyrənəcək, müəllim buna akademik biliklər verir. Əgər həyatda öyrənəcəkdirsə, bəs bizə nə ehtiyac vardı, məktəbə nə ehtiyac vardı? Ona görə A bəndi ümumiyyətlə doğru deyil. Bu da cavab qalır. Bəli, yəni C bəndi doğru qalır. Yəni daha münasib, daha samballı cavab C bəndidir. Sonra? Məndə 13. 13-ə qədər. Müəllim, bir də 9-a baxaq da. Məndə də 13. Tamam, 9-a baxaq, sonra 13-ə gələcəyik. Müəllim, 9-un bilirsiniz nədə çaşdım müəllim? D variantı ilə Y variantı arasında qalmışdı. Mən ilk öncə sualı oxumalıyam, ondan sonra bəndə baxmalıyam. Ona görə müəllim son vaxtlar şagirdlər arasında müəyyən gərginlik yaşandığını,
onların bir-biri ilə əvvəlki kimi müsbət münasibət qurmadıqlarını müşahidə edir. Sırf dərs prosesidir ya, məktəbdə biz bunu görürük. O, bu problemi həll etmək üçün sosial-emosional öyrənmə strategiyalarını dərs prosesinə daxil etmək qərarına gəlir. Verilən cavablardan hansı müəllimin bu məqsədinə xidmət etməz? Demək, uşaqlar arasında problemlər var. Uşaqlar arasında münasibət problemi var. Müəllim istəyir ki, münasibətləri aradan, yəni pis münasibətləri aradan qaldırsın, münasibətləri düzəltsin. Müəllim hansı bənddəki fəaliyyəti seçsə daha az xeyir, fayda görə bilər. İndi biz bunu müəyyənləşdirəcəyik. A bəndi şagirdləri əməkdaşlığa həvəsləndirmək üçün sinif oturacaqları qruplarla iş formasına uyğun şəkildə düzür. Əlbəttə, bu əladır, bu xidmət edir, bu düzdür. B bəndi şagirdləri müəyyən davranışın başqalarına necə təsir edə biləcəyini müzakirə etdikdə rollu oyuna cəlb edir. Bu da əladır. Artıq empatiya yarada bilir. C bəndi şagirdləri əməkdaşlıq və komanda işi tələb edən qrup layihələrinə cəlb edir. Onlarda yumuşaq bacarıqların inkişafına şərait yaradır. Bu da əladır. Bilirsiniz ki, insanda iki cür bacarıq olur. Sərt bacarıq, yumuşaq bacarıq. Sərt bacarıq akademik biliklərdir. Yumuşaq bacarıq isə bizim ünsiyyətimizdir. Burada da ünsiyyət problemi var deyə yumuşaq bacarıqlar keyfiyyətli təsir göstərəcək. D bəndi. Müəllim valideynlərlə görüş təşkil edərək onlara nəyə necə diqqət etmələri ilə bağlı dəstək göstərir. Xeyr. Ümumiyyətlə, yadda saxlayın ki, pedaqogikada valideynlə əməkdaşlıq ən sonda gəlir. Necə əməkdaşlıq sonda gəlir? Müəllim müəyyən işlər həyata keçirir, müəyyən islahatlar həyata keçirir. Ən sonda valideynlə əməkdaşlıq gəlir. Yoxsa ilk adında o söhbət uşağı tanımaq üçün getmir. Proseslərin gedişatında ən son hissə valideynlərlə əməkdaşlıq gedir. Pedaqogikada belə olur. Y bəndi. Müəllim şagirdlərin akademik nəticələrini yüksəltməklə onların emosional inkişafını təmin etmiş olur. Xeyr. Akademik nəticə emosional deyil. Bax, burada bir daha bizə aydın olur ki, akademik nəticə sərt bacarıqları, hard skillsləri inkişaf elətdirir. Bizə soft skills lazımdır. Ünsiyyət bacarığı, danışıq bacarığı, bir-birinin xətrinə dəymədən fikrini demək bacarığı. Yəni, burada Y bəndi akademik nəticəni gücləndirir. Bu, biz nəyə oxşuyur? Biz bəzən deyirik, filankəs imtahanda 60 bal topladı, sertifikasiyadan super bal toplayıb, amma nəsə uşaqlar onu bəyənmir. Çünki bunun hard skills, yəni sərt bacarıqları yüksək səviyyədədir, amma şagirdlə ünsiyyəti yoxdur. Ünsiyyətlə akademik biliyi əlaqələndirmək olmaz, mümkün deyil. Akademik biliyi başqadır, emosionallıq, yumuşaq bacarıqlar başqadır. Y bəndi zəif bəndir, digər bəndlərlə müqayisədir. Aydın oldu 9. Bəli, müəllim, aydındır. Sadəcə orada D variantında valideynlərlə görüş təşkil etmək mənə biraz qaranlıq qalmışdı. Yəni mövzuya dəxli yoxmuş kimi. Əslində valideynlə görüş, biz demişik ki, müəllim şagirdi tanımaq üçün valideynlərlə görüş keçirə bilər, hətta sinif iclaslara keçirə bilər ilin əvvəlində. Söhbət ondan getmir. Yəni, valideynlərlə görüş ümumiyyətlə pedaqogikada sonuncu addım gedir. Ən sonunda valideynlərlə əməkdaşlığı var. Şagirdi tanımaq üçün biz müəllimlərdən soruşuruq, biz diagnostik nəticələrdən istifadə edirik. Ən sonunda valideynlərlə soruşuruq. Məktəbə qədərdə isə birinci valideyndən soruşulur, çünki uşağın bundan əvvəlki fəaliyyəti olmayıb axı. O mənada valideynlərlə əməkdaşlıq bir metoddur, bir yoldur, amma sosial emosionallığa təsir edən rol deyil. Yəni, biz valideynlə əməkdaşlıq eləyək ki, sən uşağı evdə başa sal, özünə qapanmasın. Bax, çoxva biz bunu edirik də bu dəqiqə, bu yanlışdır əslində. Müəllimin öz öhdəsinə düşən işi valideynin öhdəsinə qoyur ki, sən bunu başa salmalıydın, sən bunu öyrətməliydin ki, böyüklə belə danışır, kiçiklə belə elə deyil. Əgər onu valideyn öyrətsəydi, heç məktəblərə ehtiyac olmazdı. Bir nümunə sizə göstərim. Koreya, Cənubi Koreya təzəlikcə bir qərar verib, yaxın illərdə qərar verib ki, uşaq dünyaya gələn kimi dövlət onu dərhal qəbul edir 0 yaşdan. Bütün uşaqlara tərbiyə bağçada verilir. Yəni, düşünürlər ki, valideynlərin verdiyi tərbiyə bir-birindən fərqlənə bilər. Bizim arzulamadığımız halda əmələ gələ bilər gələcək üçün. Eyni standart tərbiyə verir. Bir fikirləşin, bütün insanlar, bütün cəmiyyət yüksək dərəcədə əxlaqlı,
yüksək dərəcədə dəyərləri olan insanlardan ibarətdir. Belə cəmiyyət gözəl bir cəmiyyət olacaq. Onlar bunu artıq müəllimlərin öhdəsinə buraxıblar. 0 yaşdan uşaqları tərbiyə bağçalara məcburi olaraq çağırırlar. Ki, hökmən uşaq bağçaya getməlidir 0 yaşdan. Sonra 13. Məndə də 13. Verilmiş fəaliyyətlərdən hansı sosial emosional öyrənmənin təşkilinə aid deyil? Yəni, bir daha xatırladaq ki, sosial emosional öyrənmə ünsiyyət problemlərini düzəltməkdir, empatiya hissini gücləndirməkdir, bir-birinə komanda ruhu bir-birinə dəstək verə bilməkdir və s. Baxaq, şagirdlərə fikirlərini aydın ifadə etməyə və yoldaşlarla dialoq qurmağa şərait yaradılır. Bu yaxşı fikirdir. Şagirdlərə öz hissləri haqqında dərindən düşünməni təmin etmək üçün müxtəlif strategiyalardan istifadə edilir. Bu da düzgündür. Şagirdlərə yazı və ya müzakirələr vasitəsilə öz duyğularını müxtəlif formada ifadə etməyə imkan verən tapşırıqlar verilir. Bu da düzdür. Şagirdlərdə müxtəlif mövzularda müzakirə təşkil edərək fərqli insanların fikirlərinə tolerant davranmağa şərait yaradır. Bu da əla fikirdir. Şagirdlərin səylərini vurğulayan, eyni zamanda onların emosiyalarına yönəlik əksələrdə qurulub məqsədə çatmaları təmin edilir. Bax, diqqətli olaq. Y bəndi sosial emosional öyrənmə deyil, Y bəndi qiymətləndirmədir. Biz Y bəndində sosial emosional inkişafı görmürük. Y bəndi şagirdin qiymətləndirilməsidir. Onun səylərini vurğulayırıq, emosiyalara yönəlik əksələrdə qurub, məqsədə çatmaq. Sosial emosional öyrənmə məqsədə çatmaq deyil. Yəni, dərsin içində baş verir. Dərsin məqsədi 1:45 dəqiqədə sosial emosionalı yaratmaq deyil. Zaten sosial emosional yaranma 1:45 dəqiqədə əmələ gəlmir. Ona müddət lazımdır. 1 il ərzində, 2 il ərzində zaman-zaman formalaşır. Heç kim deyilməz ki, mən qrupa dərs keçdim, 1:45 dəqiqədən sonra bütün uşaqlarda sosial emosional öyrənmə əmələ gəldi. Bu psixoloji tərəfdir. Tərbiyə prosesi, sosial öyrənmə tərbiyə prosesidir. Tərbiyə uzun müddətli olur, məqsədli olur, nəticəsi 4-5 ilə bilinən olur. O mənada Y bəndi, nə olsun da emosiya sözü var. Y bəndi emosional öyrənmə deyil. Bəli, müəllim, orada Burada əks əlaqə sözünü görürsünüz, məqsədə çatmanı görürsünüz. Sosial emosional öyrənmədə məqsədə çatmaq baxı 1:45 dəqiqədə mümkün deyil. Yəni burada 5 bəndin 5-i də sizə tanış gəlir. Amma Y bəndi görürsünüz ki, daha çox dərsin məqsədinə çatmasından söhbət gedir. Dərsin məqsəd sosial emosional öyrənmə olmur heç vaxtı. Niyə ola bilməz? Çünki sosial emosional öyrənmə ölçülə bilən olmur. Tərbiyədir, sosial emosional öyrənmədir. Madəm ki, bu ölçülə bilən deyil, o heç vaxt təlim nəticəsi ola bilməz. O, təhsilin məqsədidir. Necə ki, scaffolding tədris ili boyunca olur, sosial emosional öyrənməyə dəstək də tədris ili boyunca davam edən prosesdir. çox sağ olun müəllim. Elə emosiyalar sözü çaşdırmışdı. Düz cavab tapa bilmədim orada. Hamısı düz gəldi mənə. Aha, burada əks əlaqə sözü sizə kömək edir ki, o qiymətləndirməyə. Əks əlaqə bərabərdir qiymətləndirmə. Formatı qiymətləndirmədə əks əlaqə sözü keçir. Sonra 13-dən sonra Məndə yoxdur, bir dənə 13 idi. tamam. Onda belə başa düşən ki, bu bölmədə bizim səhvlərimiz yekunlaşdı. Gəldik digər bölməyə. Digər bölmə təhlükəsiz öyrətmə, təhlükəsiz öyrənmə mühiti bu haqdadır. Belə, başlayaq. Kimin nədə səhvi varsa desin. 8. 8-ə qədər var mı səhv? Müəllim 3. 3 var. Deməli, 3-də nədən söhbət gedir? Müəllim şagirdləri cüklərlə iş formasına cəlb edir. Onlara paylanma materialı verir. Paylanma materialında bütün cüklərə eyni tapşırıqlar verildiyindən
Bəziləri tapşırığa həvəslə yanaşmır. Aha, verilmiş problemi aradan qaldırmaq üçün müəllimin atdığı addımlarla bağlı cədvələ əsasən uyğunluğu müəyyən edin. Yəni, biz bilirik ki, şagirdlər fərqlidirsə, tapşırıqlar da fərqli olmalıdır. Məntiq budur. Yoxsa, əgər güclü uşağa asan tapşırıq versəz, onu inkişaf etdirməyəcək. Və yaxud zəif şagirdə güclü tapşırıq versə, lap güclü tapşırıq, yenə o inkişaf eləməyəcək. Yəni, ikisində də maraqsızlaşma əmələ gələcək. Baxaq ki, burada hansı fikirlərdə uyğunluq düzgün verilir. 1. Müəllim cütlərlə iş formasını icrası zamanı qaydalar tərtib edərək problemi aradan qaldıra bilər. Xeyr. Burada maraq, həvəs söhbətidir. Bunu qaydalarla düzəltmək olmaz. 2. Müəllim şagirdlərə dərsin məqsədinə xidmət edən müxtəlif tapşırıqların seçimi üçün imkan yarada bilərdi. Əlbəttə ki, bu doğrudur. Diferensial yanaşmadır. 2 düzdür. Müəllim tapşırıqları şagirdlərə verdikdə mövcud biliklərindən daha çətin. Xeyr, xeyr, xeyr. Bu yanlışdır. Mövcud biliklərindən çətin ola bilər. Daha çətin, bu səhv fikirdir. Müəllim bilərəkdən onları çətinə salır. Yəni, 1-ci sinif şagirdinə 5-ci sinif tapşırığını vermə nə deməkdir? O deməkdir ki, 1-ci sinif şagirdi bunu edə bilməz və həvəsdən düşəcək, cəhdin də yeri olmayacaq. 3 yanlışdır. 4. Müəllimin həvəslə işləməyən cütlərə yaxınlaşaraq onların tapşırıqlarının dəyişməsi doğru addım ola bilər. Bəli, bu ola bilər, realdır yəni. Müəllim görür ki, cüt üçün bu maraqsızdır da, cüt ya onu edə bilmir, ya da çox sadəliklə edir. Onun dəyişməsi daha doğru ola bilər. Ona görə biz burada götürəcəyik 2 ilə 4-ü cavab olacaq A bəndi. 2-ni götürmüşüm, burada 4 mənə qaranlıq qalmışdı ki, o dərində gəlib də sualı dəyişməyi. Müəllim, biz nə demişik? Kurikulum dərslərinin 70% standartdan kənar dərsdir. Müəllim anında qərar verməlidir. Buna biz deyirik təlim və tərbiyə sisteminin çevikliyi. Müəllim görür ki, uşaq həvəssizdir, müəllim onu dəyişə bilər. Anında müdaxilə eləməlidir. Biz icmal yazanda özümüz üçün fərqli tapşırıqlar yazırıq ki, birdən bu uyğun gəlməsə, bundan istifadə edək. Biz hər bir vəziyyətə hazır olmalıyıq. Çox sağ olun müəllim. Aha, sonra 6-ya baxaq mən. 6. 6-da deyir ki, yanlış fikri müəyyənləşdirin. Dərs prosesində müəllim şagirdlərin cavablarına müvafiq reaksiya verilməli, onların doğru cavabı tapmağa cəsarətləndirməlidir. Bəli, bu düzgündür. Güclü qarşılıqlı əlaqə sağlam rəqabətin formalaşdırıldığı sinifdə utancaq şagirdlər də üzərini sinifin bir parçası hesab edirlər. Bu fikir əslində yanlışdır. İzah edərəm niyə yanlışdır. Şagirdlər sərt cavab versələr belə onlara cəsarətləndirici rəy verməklə düzgün cavabı tapmağa yönəltmək lazımdır. Və bundan istifadə olunur. Yəni, müəllim özü cavabı demək ki, onları həvəsləndirir və düzgün cavabı özləri tapırlar. Rəqabətin formalaşdığı sinifdə utancaq şagirdlər özlərini sinifin bir fərdi kimi hiss etmirlər. Bu doğrudur. Hələ burada D bəndi doğru olduğuna görə avtomatik B bəndi onsuz yanlışdır. Effektiv təlim mühiti şagirdlərin yalnız sosial bacarıqlarını inkişaf etdirir. Bu da düzgün fikirdir. Emosional, rasional bacarıqları inkişaf elətdirir. Demək, burada B bəndi niyə yanlışdır? Burada düzdür. Bizi bir dənə çaşdırdığı məqam budur ki, burada sağlam sözü var. Əslində sağlam sözü orada olmalı deyil. Boş rəqabət olmalıdır. Ümumiyyətlə, güclü rəqabətin olduğu sinif, yəni rəqabət hiss olunursa, utancaq şagird özünü sinifin bir parçasını hiss edə bilmir. Niyə? O fikirləşir ki, mənim cavabım mənim komandamı pis vəziyyətə sala bilər. Çox vaxtı həmin prosesə qoşulmaq istəmir. Görsəz ki, sinifdə hansısa bir şagird prosesə qoşulmaq istəmir, özü çox utancaq şagirdlər olur qoşulmayanlar. Bilin ki, problem odur ki, siz rəqabət yaratmışsınız. O fikirləşir ki, mənə görə komanda uduza bilər və mən çıxılmaz vəziyyətə düşə bilərəm. Utanır prosesə qoşulmağa. Onun üçün burada cavab olacaq B bəndi. Bir dənə burada yenə deyirəm, sizə orada əsas imtihanda sağlam sözü düşməyəcək, boş rəqabət sözü düşəcək. Hə, çox sağ ol. Mən də sağlam sözünə görə o bəndi götürə bilmədim. Bəli. Yəni, ya sağlam rəqabətin formalaşdırılmadığı olsaydı, laf düzgün olardı, ya da boş rəqabət, güclü rəqabətin olduğu sinifdə, yəni utancaq şagird zaten çəkilir. 6-dan sonra Mən də sual verin. neçə? Sual verin. Bir sual vermək istəyirdim.
Ümumiyyətlə Buyurun, rəqabət olmalıdır bu sinifdə. fəal dərsin biz Mən 7 mərhələli modelini biz təqdim eləmişik. Orada 5 mərhələ daxil, yəni 5-ci mərhələ daxil olmalı rəqabət olmaz. Məsələn, motivasiyada rəqabət söhbəti getmir. Təhqiqatın aparılmasında da rəqabət ola bilməz. Niyə ola bilməz? Çünki onlar birazdan bir-birinin fikrindən istifadə edəcəklər. Mübadilədən sonra bütün qruplar birləşir, müzakirədə vahid fikrə gəlir. Ümumiləşdirmədə bütün sinif birlikdə qərar verir. Əgər biz rəqabət qoysaq, o zaman bir qrup deyəcək ki, sən mənim fikrimdən xeyri ola istifadə edirsən. Ona görə ümumiləşdirmə mərhələsi də daxil olmayla ilk 5 mərhələdə rəqabət olmaz. Müəllim rəqabət yaratmaq istəsə, biliyi möhkəmləndirmə məqsədi ilə həyata keçirdiyi yarazı tətbiq etmədə rəqabət yarada bilər. Ki, bu yarışsınlar. Amma buna qədər yarışmaq effekt vermir. Axı, onlar bir sinif sonunda qərar vermədilər, rəqib necə ola bilərlər? çox sağ ol. 6-dan sonra Müəllim, məndə 10. 10. Gəldi 10-cu suala. Effektiv uyğun olmayanı istəyir. Effektiv öyrənmə mühitini yaratmaq üçün istifadə edilən strategiyalardan biridir. Güclü qarşılıqlı əlaqə və birgə öyrənmə mədəniyyətinin olduğu sinif mühiti formalaşdırmaq. Və görürsünüz, güclü qarşılıqlı əlaqə varsa, orada rəqabət yox, birgə öyrənmə mədəniyyəti olmalıdır. Və bayaqki burada da təsdiqini tapır. İndi buna uyğun olmayan bənd tapacağıq. Şagirdlərə müntəzəm rəy verməklə yanaşı, onların əldə etdiyi uğurları qeyd etmək, bu uyğundur. Şagirdin dərs zamanı intellektini tərifləmək. B bəndi ümumiyyətlə yanlışdır. Yadda saxlayın, Karl Dweck də deyir ki, heç vaxt uşağın ağlını, zəkasını tərifləməyin. Çünki siz onu qapalı düşüncəyə salacaqsınız. Onun həmişə bacarığını, çalışqanlığını, əzmini tərifləyə bilərsiniz. İntellektini, beynin içində olanı tərifləmək onu qapalı düşüncəyə gətirəcək. Və C bəndi gözləmə vaxtı, düşünmə vaxtı vermək düzgündür. Şagirdlərin sinifdə bir-birinə rəy verməsini təmin etmək, bu da düzgündür. Şagirdlərə ünsiyyət zamanı istifadə etdiyiniz sözlərə diqqət yetirmək, bu da düzgündür. Burada bir dənə zəif bənd kimi qalan B bəndidir. Hansı ki, 5 dənə bənddən 4-ü bura uyğundur, bir dənə B bəndi uyğun deyil. Çox sağ olun müəllim. Mən 8 demişdim. 8. Bəli. Bizdə də 8-də problem nə idi? A ilə B. Cavabı sonra B kimi müəyyənləşdirdim, amma A-da biraz qaranlıq qalan məqam oldu. Bir Baxay suala baxaq. Müəllim şagirdlərin esse yazma bacarığını yoxlamaq üçün onlara keçdikləri son əsərdəki baş qəhrəmanla bağlı mühakimə xarakterli esse yazmağı tapşırır. Şagirdlərin bir çoxu başqa qəhrəmanlarla bağlı esse yazmaq istəsələr də, müəllim hamının eyni tapşırıq üzrə işləməsinə daha düzgün olduğunu və bununla ədalətli tənzimlədiyini bildirir. Və təbii ki, müəllim burada səhv edir də, çünki diferensiyallaşmaya əməl eləməyib. Şagird üçün bərabər imkanlar yaratmayıb. İndi baxaq. Dərs prosesində şagirdlərin davranış qaydalarını tənzimləmək üçün dəstəkləyici mühitin yaradılması vacib şərtlərdən biridir. Buna aidiyyəti yoxdur. B bəndi. Müəllim öyrənməni təmin etmək üçün şagird müxtəlifliyini nəzərə alaraq deməli, tapşırıqların icrası sərbəstlik və B bəndi düzgündür. Yəni, B bəndindəki yanaşmanı eləməli idi. Amma bunu eləməyib də, bunu pozub. Yəni, belə deyil də, 5 bəndin 5-də də yanaşma var. Amma bizim bu situasiya sanki deməli, B bəndindəki yanaşmanı pozur. Orada sərbəstlik verməlidir, burada isə sərbəstlik vermir. Məcbur edir ki, eyni temanı işləyin. Aydın oldu 8. 8 aydın deməli. Bizcə də mənə qaranlıq qalan ki, sinif davranış qaydalarının belə deyək, tənzimləməsində dəstəkləyici mühit vacib şərtdirmi? Bax, bunu bilmək istəyirəm. Əlbəttə ki, əgər orada davranış qaydasını dəstəkləyici mühit nədir? Onu qəbul etmək. Uşaqlar qəbul edir ki, biz davranış mədəniyyəti bizdə olmalıdır. Bunu qəbul etdirmək dəstəkləyici mühit deməkdir. Psixoloji cəhətdə müəllim inandırır ki, bu yaxşı prosesdir. Bu vacib prosesdir. Dəstəkləyici mühit olmasa ümumiyyətlə orada nəyisə idarə etmək olmaz. Mümkün deyil.
Çox sağ olun. Bir də 16-cı sual. 16-ya qədər gələk 16-ya. Aha. 16-da uyğunluğu bizdən istəyir. Uyğunluq odur ki, doğruda doğrunu, yanlışda yanlışı götürməliyik. Müəllim şagirdə sual verdikdə düşünmə vaxtı da verməlidir. Bu düzgündür. Şagirdlərə düzgün rəyin konstruktiv olmalı olduğunu izah etmək lazımdır. Bu da düzgündür. Yəni, uşaqlar bir-birinə rəy bildirirlər. Onu düzgün, yaradıcı, həvəsləndirici, uyğun şəkildə vermək konstruktiv rəy sayılır. Yanlış. Şagirdlərin nailiyyətlərini müəllim qəbul edib bütün siniflə paylaşmalıdır. Bu da düzgündür. Səhvlər şagirdlər üçün müəyyən imkan yaradır. Müəyyən imkan yaradır. Bu da düzgündür. Demək, burada 4 dənə fikrin 4-ü də doğrudursa, biz ancaq doğrudakı bir işini götürə bilərik də. 4 dənə fikrin 4-ü də doğrudur. 1, 2, Bəli. A bəndi. Bir Siz nə yanlışda çalışdınız? əslində 1, 2, 3-cü sualda şagirdlərin Aha. nailiyyətlərini müəllim qəbul edib bütün siniflə paylaşmalıdır. Bəli. Yəni Bu şagirdin paylaşılma necə nailiyyətini olmalıdır? ümumiyyətlə siz qiymətləndirmə verəndə, məsəl üçün də, biz ümumiyyətlə ədalətli qiymət veririk, obyektiv qiymət veririk. Bunu da paylaşmağımız şagirdlərə ruh verir. Məsələn, şagird də görür ki, məsəl üçün də müəllim elan elədi ki, filan qrup məsələn bu meyar üzrə 2-ci səviyyədədir. Niyə 2-ci səviyyədə? Çünki 2-ci səviyyədə yazılan əlamət ki, bu qrupda var. Kiminsə köməyi ilə bu işi görüblər. Və bu qiymətin elan olunması ədalətli mühiti təmin edir. Uşaq da görür ki, həqiqətən də müəllim ona düzgün qiymət verdi. Mənə düzgün qiymət verdi. Qiymətin elan olunması həmişə müsbətdir. Yəni, bu konfidensiallıq deyil ki, yəni bu gizli xüsusi bir şey deyil. Bütün sinifə nailiyyət elan olunmalıdır. Müsbətdir, mənfi deyil. Aydın oldu, çox sağ olun. 16-dan sonra var mı 16-dan sonra? 9 müəllim, 19. 19. Demək, 19 da biraz geniş suallardandır. Müəllim dərs zamanı şagirdlər mətni təhlil etməli və müzakirə aparmalıdırlar. Şagirdlərdən biri mətnlə bağlı gəldiyi nəticənin daha sadə olduğunu düşünərək onu ifadə etməkdən çəkinir və ya natamam cavab verirlər. Müəllim isə dolğun və əhatəli fikir bildirən şagirdləri müsbət rəylə təmin edir. Deməli, o zəif bildirənləri yox, əhatəli bildirənləri təmin edir. Bəs burada müəllim nəyisə pozur, soruşur ki, nəyi poza bilər? Şagirdləri öyrənmə prosesinə fəal şəkildə cəlb etmək üçün onlara öyrəndikləri ilə bağlı həyati situasiyaları təqdim etmək olar. Bu düzdür. B bəndi. Şagirdlər üçün tədris zamanı öz ideyalarını ifadə etməkdə rahat hiss etdikləri, cəhdlərinə görə təqdir edildikləri öyrənmə mühitini təşkil etmək olar. Bu cavab B bəndidir də. Niyə B bəndidir? Burada nədən söhbət gedir? İfadə edə bilmirlər. Müəllim isə elə eləməlidir ki, onlar da özünü ifadə edə bilsinlər. Bunun üçün mühit təşkil etməlidirlər. Yoxsa ifadə edən müəllimlər, şagirdlər